Test toplusunda fosforun turşuları, ortofosfat turşusu və duzları alınması xassələrin bölməsinə aid olan testlərdə 71-ci sualın həllinə baxaq. Bizə verilmişdir 0,2 mol X3PO4. Həmişə kimi verilənləri ardıcıl olaraq qeyd edirik. X3PO4 verilmişdir bizə. Deməli X3PO4 neçə mol? 0,2 mol. Duzunun məhluluna artıq miqdarda kalium OH, artıq miqdarda görürsünüz, artıq miqdarda kalium OH. Kalium OH deməli kalium OH əlavə edilmişdir. Plus kalium OH əlavə etdikdə alınan normal duz alınır burada. Normal duz hansı alınacaq? Kalium deməli onda 3 mol götürülüb ki, normal duz alınsın. Alınır kalium 3PO4 və plus hər hansısa bir qələvi alınmalıdır. Hansı qələvi? X metalın. X bir valentidir. Çünki X3PO4 hardan gəlib? H3PO4-dən gəlib və H bir valentli olub 3 ədəd. X da bir valentlidir ki, indeksinə 3 düşüb. Onda olacaq X. OH-ımız da bilirdik ki, bir valentlidir. Onda olacaq XOH. X solda 3 dənədir. Onda sağda 3 ədəd olmalıdır. Və kaliumlarımız da 3'dür, PO4'lərimiz də 1 ədəd və sonra əmsallaşdı. Və deyir ki, bizə 0,2 mol X3PO4 duzunun məhluluna artıq miqdarda kalium OH əlavə etdikdə alınan normal duzun, baxın alınan budur, alınan normal duzun kütləsi ilkin duzun, baxın bu duzdan, ilkin duzdan deməli, ilkin duz, yəni ki bu duzdan, duzun kütləsi ilkin duzun kütləsindən alınan duz, demək kalium 3PO4 kalium ortofosfatdır. İlkin duzda X ortofosfatdır. Duzunun kütləsindən 12,6 qram artıqdır. Bunun kütləsi, baxın bunun kütləsi bundan 12,6 qram artıqdır. Neçə molda? 0,2 molda. 0,2 mol olanda 12,6 qram artıqdırsa, bəs onda 1 molda nə qədər artıq olar? X. 1 molu biz tapmalıyıq ki, məsələnin şərtini həll edə bilək. Deməli, buradan vergülləri vurduq, 120 tamları vurduq. Demək 126-nı bölərik 2-yə eləyəcək 6, oradan da 3, 63 qram. 63 qram tapdıq. Deməli, kalium 3PO4 X3PO4-dən 63 qram ağır imiş. Hansı? Kalium 3PO4, kalium ortofosfat. X ortofosfatdan 63 qram çoxdur. Deməli, mən bunun kütləsinin üstünə 63 qram gəlib buna bərabər eləyə bilərəm. Çünki bu kalium ortofosfatın kütləsini tapaq. Kalium eləyəcək deməli 39. 39-u vurarıq 3-ə. Üzərinə də gələrik. Deməli, üzərinə də gəlirik 31 plus 64. Eləcək 212. 212. Bəs bu soldakının kütləsi, X3PO4-ün kütləsini neçə eləyəcək? 3x plus 31 plus 64 eləyəcək 95. 212 deyir ki 3x plus 95-dən 63 qədər çoxdur. Onda elə 3x plus 95 üstə gəl 63 deyərəm. Onda kütlələri bir-birinə bərabər olacaq və tənliyi qurmuş olaram, həll eləyərəm. Buradan 3x bərabərdir. 212-dən çıxaram həm 95-i, həm də 63-i. Eləyər 54. 54. 212-dən çıxaram deməli 95-i və çıxaram 63-i. Eləcə 54, 54-ü də bölərəm 3-ə eləyər 18. X bərabərdir 18 qram imiş həmin maddənin kütləsi. X-in molyar kütləsi 18 imiş. Və növbəti 73-cü testə baxaq. Bizə verir ki, XnPO4M duzunun 32,8 qramında XnPO deməli XnPO4M PO4M duzunun 32,8 qramında 32,8 qramını suda həll etdikdə tamamilə iyonlara dissosiasiya edir. Deməli, tamamilə iyonlara dissosiasiya edir. Məhlulda ümumilikdə 4,816 vursun 10 üstü 23 iyon əmələ gəlirsə, X-in nisbi atom kütləsini hesablayın. Əgər bizə Avogadro ədədinə 4,816 vursun 10 üstü 23 deyirsə, biz düsturumuz vardı. Nü bərabər idi. Nəyə? N bölünsün NA-ya. N-i verib bizə. NA-mız neçədir? 6,2 idi. Vurulsun 10 üstü 23. 10 üstü 23-lər ixtisar gedəndə 4,816-nı da bölərik 6,2 eləyəcək bizə 0,8 iyon. Əvvəl bizə sayla verirdi, molekul sayla verirdi. Biz molla tapdıq ki, həmin bu XnPO4M hər hansısa bir indi formulu dəqiq imiş də, indi N ilə M ilə verir. Dəqiq imiş və dissosiasiya edən 0,8 mol iyon əmələ gəlmişdi. Deməli biz bunun
Molekul sayını verir ki bizə 4,816. Biz onun iyon sayını tapdıq ki 0,8 iyon ayrılır. Hansı ki bu XnPO4M iyonu duzu dissosiasiya edən zaman. Və növbəti mərhələdə biz cavablara baxanda, cavablarda əgər həmin elementlərin kütləsini bilirik, yerinə yazsaq, tapaq ki, görək bu hansı 1 valentli mi olub, yoxsa 2 valentli mi? Variantlarda nələr var? Yoxsa 3 valentli, 4 valentli götürülüb həmin bu X metalı. Onu özümüzə kömək üçün burada baxa bilərik. Misal üçün kalsium artıq bir neçə dəfə məsələlər həll edəndən sonra artıq biz istəmədən belə bu maddələrin kütlələri əzbər olaraq bizim yadımızda qalır. 40 olan kalsium elementidir, kalsium. 7 olan lityum elementidir. 39 olan olacaq kalium elementinin kütləsi. 24 magnezyumun kütləsi, 23 də natriumun kütləsi olacaqdır. Burada görürəm ki, natrium 1 valentli, magnezyum 2 valentli, kalium 1 valentli, lityum 1 valentli, kalsium 2 valentlidir. Həm 2 valentli götürülüb, həm də 1 valentli götürülüb. 1 valentlini əvvəlcə yoxlayaq. 1 və X-i desək ki, hər hansısa bir 1 valentli metaldır X. X yazaq. 1 valentli olsa, PO4 hardan gəlib? H3PO4-dən gəlib. H3PO4-dən. Onda bu X-in indeksinə düşəcək 3, PO4 olacaq sadəcə olaraq. Bu X3PO4-ü biz iyonlarına dissosiasiya eləsək. 3 mol, 3 dənə X varsa, onda moluna düşəcək 3X plus PO4 elə 1 PO4 gördüyümüz kimi 1-dir. Ona görə nə eləmirik? PO4-ün əmsalına heç 1 də yazmasaq da olar. Bəs PO4 iyonu 3 mənfi, bu isə 1 müsbət olacaq onda. Hal-hazırda görürük ki, mol nə qədər bizdə X3PO4 iyonlarını dissosiasiya edəndə 3 plus 1, 4 iyon əmələ gəlmişdir. Amma biz tapdıq ki, 0,8. 0,8 nə qədər kütlədir? 32,8 qramda nə qədər iyon əmələ gəlmişdir? 0,8 iyon. Bəs 4 iyonda kütlə nə qədər olub? X. Deməli, bu tamları vurduq. 8 ilə 4 getsə ixtisar 2. 328-i 2-yə böləndə X bərabərdir. 1 dəfə 12, 6 dəfə 8, 4 dəfə 164 elədi. 164 qram. Həmin bu X3PO4-ün ümumi kütləsi 164 qram imiş. 164 qram. Bəs burada bizdən X-in kütləsini tapmaq istəyir. Onda MR-ini tapaq. 3X plus fosfor 31, oksigen də 16-ın 4-ə vuranda 64. 64 plus 31 elədi 95. Bərabərdir 164-ə. Buradan 3X bərabərdir 164. 164 çıxılsın 95 eləyəcək. Deməli 69. 69. Buradan X də bərabərdir. 69-u böləndə 3-ə 23. Bəli, bu 1 valentli element olan natrium imiş. Əvvəlcə biz götürüb əgər 2 valentli olan magnezyumu da yoxlaya bilərdik. Yerinə qoya bilərdik. Hansı ki, bu 2 valentli də götürə bilərdik. 2 valentli götürsəydik də həll eləyərdik. Cavab amma düz verməzdi. Gəlin istəyirsiniz yoxlayaq. 2 valentli, burada 2 valentli olan magnezyum və kalsium var axı. Onu da yerinə qoyaq, hesablayaq. X-ə desək ki, X olacaq onda 2 valentli. PO4 də 3 valentlidir. PO4 də mötərizə yazaq, üstündən göstərək 3 valentlidir. Onda olacaq X2 PO4 3 olacaqdır. Dissosiasiya eləsəydik 2X plus 3 PO4. Gördüyümüz kimi 2X bir də 3. 5 iyon əmələ gəldi. 32 tam. Bizə verilən kütlə 32,8. 32,8 qram. Dissosiasiya edəndə 0,8 iyon əmələ gəlirdi. Bəs onda 5 iyon neçə qramda əmələ gəlib ki, X. Buradan X bərabərdir. Bunlar getsə ixtisar. Tamları vurduq. Deməli, 328 vurulsun 5. Bölünsün 8. Eləcəkdir 205. Sonra bu kütləyə 3x plus 95 bərabərdir 205 demərik yox. Həmin bir X2PO4 üçün kütləsini taparıq. 2x plus fosfor dedik ki, buranın kütləsi 95. 95-i də vurarıq 3-ə, eləyər 285. 285 bərabərdir 205. Bu ödəməz axı. Bəli, gördük ki, burada hansı ki 285 205-dən böyük oldu. Mənfi rəqəm çıxır. Ona görə də elə ikinci ilə yazsaydıq, 2 valentli götürüb yazsaydıq, həlli alınmayacaqdı. Hansı ki 1 valentli götürən zaman cavab bizə ödədi ki, natrium 23 imiş. Bəli, natrium 23. Bu qədər.
Videomuzu bəyənsəniz çox xoş olar. Sağ olun.